prezidentin çıxışı uzun illər dövlətin maraqlarına uyğun olaraq, mənəfinə uyğun olaraq yürüdülən klassik diplomatiyamızın o siyasi xəttinin davamı idi. Biz beynəlxalq hüquq normaları dedikdə biz bilirsiniz ki, o hüquq normaları nəzarət edən beynəlxalq təşkilatlar var idi. Bəli. Həmin beynəlxalq təşkilatlar öz deməli nizamlarına uyğun, maddələrə uyğun tələblərə heç bir riayət eləmədilər və ona görə də bugünkü gün onlar çox belə deyək, həmin beynəlxalq təşkilatların nüfuzunun heç sıfıra enməsi məsələsi əslində qalanda bu günlər realdır. Və beynəlxalq hüquq normalarını biz özümüz bərpa elədik. Ona görə də o beynəlxalq hüquq normalarını bərpa etdikdən sonra hansısa beynəlxalq təşkilatların prosesə müdaxiləsi birisi cənab prezident tərəfindən qarşısında alındı. Yəni deyir ki, bu təşkilatlar bizə lazımdır. Məsələn, ATƏT qrupu və digər təşkilatlar var və hansı ki, bu gün nə var? Tutaq ki, NATO var və BMT Birləşmiş Millətlər Təşkilatı var və digər təşkilatlar var. Onlar deməli beynəlxalq hüquq normalarının nəzarəti elə haqqı, ədaləti falan bu pozulmuş insan hüquqlarının nəzarəti gücləndirmək əvəzinə, daha doğrusu daha sərt şəkildə yanaşmaq əvəzinə onlar tamamilə arxa plana çəkiliblər. Ona görə beynəlxalq hüquq normaları bu günləri prezident dediyi kimi deyib. Amma biz o bərpa elədik və müharibə dövründə yadınıza gəlsin, müharibədən sonraki dövrdə prezident deyib biz hüquqları bərpa elədik. Bəli. Çünki bizim hüquqlar 30 il pozulmuş hüquqlarımızda 4 qətnaməni icra etdik. Bəli, icra elədik və sülh çağırışları biz tərəfdən həmişə gəlib, siz bilirsiniz və biz bütün beynəlxalq hələ müharibədən öncə bütün beynəlxalq təşkilatlarda olan çıxışlarda, əməkdaşlıqlarda biz sülh sazişi ilə bağlı, sülh müqaviləsi ilə bağlı çıxışlarımızı deməli cəhdlərimizi, səylərimizi göstərmişik, amma təəssüf olsun ki, o vaxt onların heç bir effekti olmadı. Çünki Azərbaycanı zəif bir ölkə kimi qələbə verirdilər və Ermənistana qaldırmışlar ki, düzdür, təbii ki, Ermənistan arxasında çox böyük bir aqressiyaya söykənmiş və demək, Azərbaycana qarşı təhdid dolu çox güclü bir ideoloji xətt var idi, onu müdafiə edən qüvvələr var idi və biz o həmin beynəlxalq hüquq normalarını bərpa etməklə həmin ideoloji xəttlərin üstündən tək burada Ermənistan məsələsi deyildi. Həmin o aqressiyaya söykənmiş ideoloji xəttin üstündən xətt çəkdik, daha doğrusu onu məhv elədik öz addımlarımızda və o cümlədə də beynəlxalq hüquq normalarını bərpa elədik. Gəlmişin çox maraqlı əslində məqam.